Mən o açıklamanı bir mənalı qarşılamadım. Çünki Tacir müəllim kişi xeylalıdır. O yaxşı bir sözdür, vulqumu var. Bugün Tacir müəllim deyir ki, mən elə müğənnilər haqqında sözlər, faktlar çıxardıram ortalığa ki, onlar dünya bir-birinə deyər. Onda biz neyinirik? Başaqsa mən özümdən. Siz dediyiniz Tacir müəllim müğənnilər naftalin olurlar, yəni yaşlaşırlar, ərə gedən Hərdən o yuvanı dağıtma dəyməz. O deyilməz ki, onların yuvası usta dağılıb, vaxtlayıbsa, əgər həyatda bir müğənni səhv buraxıbsa və o vaxtlayıbsa ailəsində bir şey, o getməz. O günləri niyə biz çalışırıq? Kimisə keçmişi ilə vurmaq? Sahib mənim, niyə? Kəmin o sualı verəcəm. Yazı sayfı. Yox, belə danışaq da, ümumiyyətlə həyatda zəif insanlar kiminsə nə iləsə onu vurmaq istəyir. Bəli. Ən zəif insanların bu xarakteridir ki, mən sənin nəyinisə bilirəm, bunu deyərəm sənə, əslində insan olaraq elə olmamalıdır. Heç asımız göydən enmiş mələk deyilir, nə də sürdən çıxmış ağ qaşıq deyilir. Səhvlərimizlə, qüsurlarımızla bir Allah qulu olduğumuz üçün hamımızın səhvlərimiz var. Əgər biz iki insan birimizdən danışırsa, biz ikimizdən danışa bilərik. Əgər biz sənətdən danışırsa, sənətdən danışa bilərik. Biz o pərdə arxası aliyə keçək, uşağa keçək, qohuma keçək, qardaş bacı keçək. Bu əsla olmaz. Bu zəif insanların xarakteridir. Mən belə başa düşürəm. Bu mənim öz subyektiv bir fikrimdir.